Bura Azərbaycandır və yalnız burada elçiliyə getdikdə evin ən balaca fərdini qaç aşağıda gör nəylə gəliblər deyə həyətə göndərirlər. Yalnız burada bir məclisə getdiyinizdə sizə avtomaşınınızın markasına və nömrəsinə görə yer göstərilir. Yalnız burada bir məclisə getdiyinizdə sizə verilən ilk və ən maraqlı sual qaqa maşınla zan yoxsa ola bilər. Yalnız burada bir gənc evlənmək istəyirsə, ilk öncə bir avtomobilə sahib olmalıdır. Çünki qarşı tərəfin ilk kriteriyası maşını olan oğlandır. Azərbaycandır və yalnız burada gənclər özlərini cəmiyyətə sübut etmək üçün öz şəxsi intellekt və keyfiyyətlərini deyil, avtomobillərini paylaşırlar. Hətta öz ürək sözlərini belə avtomobillərinin şəkillərinin üzərinə yazaraq bu şəkildə post edirlər. Və yalnız bizdə oğlan uşağı sap kimi tək qalmamaq üçün çoxlu qız dostları olması adına bütün ailəni poxa salıb leasing F10 aldıra bilər. Bəli, bura Azərbaycandır və burada sizin idarə etdiyiniz avtomobil sizin şərəf və ləyaqətinizin göstəricisidir.